Salam aleyküm əziz dostlar. Deməli bu videonu çəkirəm. O yorumlar üçün ki, yazırlar ki, sizin pol çox hündürə qalxır. Ay usta, bunu niyə hündürə qaldırırsınız? Bir dənə diqqət edin, bax, burada hətta bir qat eləmişik. Bir qat, iki qat deyil. Turba gedir, turbanın üstünün parçasını dağıdıb altını da yomuşuq. Burada isə iki qat üstünə sıfırdadır. Ortada isə nədir? 5-6 sm altına patlatqa gedir. Bu deməkdir ki, betonda əyriliyi var. Ümumiyyətlə yaxşı olar ki, remont başlamamışdan qabaq birinci pol ustası girsin. Pol ustası betonun kodunu versin. Ondan sonra pol ustasının koduna göre, urvininə göre bütün istiyacqadır, santexnikdir, elektrikdir. Yani bizden sonra başlasın da, yani pol ustasından sonra başlasın. Birinci evə remonta başlamamışdan qabaq birinci pol ustasını çağırmalısınız. Pol ustası öz polunun, betonun sıfırından nolu götürməlidir. Nolu götürəndən sonra o bir ustalar ona uyğun işlənməlidir. Biz bəzi hallarda gəlirik, görürük ki, artıq beton tökülüb. Koridorun betonun söküləsi deyil ki, koridorun betonu tökülüb, biz ona uyğun məcburuq, ona uyğun işləyək. Bunu çəkməkdə də məqsədim odur ki, o bizə deyənlər başa düşsün ki, biz öz kefimizdən polu qaldırmırıq. Yəni məcburiyyətdən, zərurətdən pol belə qalxır. Burada 2 qat, orada 1 qat. İzləmədə qalın, inşallah çəkib digər videolarda paylaşacağım.